bundan sonra bir çox regionlarda da STEM mərkəzləri açılır. Fərəhləndirici haldır ki, Qarabağda da STEM mərkəzləri açılıb. Şuşa məktəbində, digər bizim Qarabağ bölgələrində yeni açılan məktəblərdə bu da çox önəmlidir, çünki Qarabağda çox sürətli quruculuq işləri aparılır, Qarabağ dişəlir. Ən müasir texnologiyalar əsasında ölkə prezidentinin tapşırığına əsasən görürsünüz ki, bütün sahələrdə Qarabağda istər bu infrastruktur olsun, istər yeni yaradılan təhsil, mədəniyyət, səhiyyə ocaqları, hamısı ən müasir tələblərə cavab verən, dünya tələblərinə cavab verən səviyyədə qurulurlar. Buna görə də STEM mərkəzlərinin də Qarabağda fəaliyyət göstərməsi buna bir yaxşı stimul verəcək.